təhvil verdiyimiz mənzilimizin prixoşkasını çəkirəm sizlər üçün. Baxın, belə aypara güzgü ilə, belə bir komotu və belə bir aksesuar suvenirlər yığmaq üçün belə bir şüşəli hissəsi içini işıqlamasından. Çox səliqəli, gözəl, irəli şalındı. İstədim bunu çəkim səhifəmizə təqdim edim. Və qarşısında belə bir paltar şkafı yığdıq. Rəng seçimlərimiz otağın qapısına uyğun və havaya uyğun seçilib. Belə paltar asmaq üçün qızılı və şilkalar və əsas göstərmək istədiyim belə bir hissəsi var. Belə bir pasajdan, belə bir gizli hissə. Baxın, Wi-Fi aparatı, işıq yerləri hamısı belə gizli. Səliqəli oldu və gizlədildi içəridə.